dərsimizə. Deməli, müəllimlər, sensor inkişaf haqqında məlumat verəcəm və sensor inkişaf bildiyiniz kimi çox önəmli bir mövzudur. Çünki qəbulda da düşən bir mövzulardan biridir və sensor inkişafın əsasında nələr dayanır, onlara bugün hamısına açar məqamlarla və heç bir yerdə görmədiyiniz bir izahla qarşınızda olacağam. Amma deyim ki, yəni səslərə diqqətli olun. Bir də videonu mən YouTube kanalımızda paylaşacağam. Orada da videonu bəyənməyi, rəylər qismində rəy yazmağı da unutmazsınız. Sensor inkişaf nədir? Sensor inkişaf uşağın ətraf mühitdən aldığı məlumatları bilirsiniz. Bizim 5 dənə hiss orqanımız var. Əsas hiss orqanımız 5 dənədir. Onun vasitəsilə beyində emal etməsidir. Və bizim bu 5 hiss orqanımızın hər birinin özünün yaranma ardıcıllığı var. Və bu yaranma ardıcıllığına nəzər yetirsək, birinci növbədə bizdə qoxu, yəni biz anadan olduğumuz zaman birinci bizdə analizatorlardan, hiss üzvlərindən, hiss orqanlarından ən birinci növbədə qoxu, anamızın qoxusunu alırıq. Daha sonra bizdə dad, yəni biz artıq qoxudan sonra dad alma, dad bilmə qabiliyyətinə yiyələnmiş oluruq. Ondan sonra görmə, görürük. Ondan sonra eşidib, ən sonda isə toxunma ilə hiss orqanlarının yaranma ardıcıllığını tamamlamış oluruq. Və sensor inkişafın özündə əsasən bu 5 dənə hiss orqanı özünü göstərəcək. Və məktəbə qədər yaş dövründə də sensor inkişafın özünə məxsus məqsədləri var. Birinci növbədə ətraf mühitdəki obyektlərin formasını, rəngini, ölçüsünü, məkanını, mövqeyi kimi xüsusiyyətlərini uşağa ayırd etməkdə köməklik göstərir. Səsdir, tondur, ritmdir, həcmi fərqləndirməkdə əsas məqsədlərindən biridir. Toxunma yolu ilə uşaq sərtdir, yumşaqdır, istidir, soyuqdur kimi xüsusiyyətləri də tanıya bilir. Qoxu və dadları fərqləndirə bilir və bu hiss məlumatlarını hərəkət və düşüncə ilə əlaqələndirmək kimi bacarıqlara yiyələnmiş olur. Yaxşı, bəs sensor inkişaf deyəndə onun hansı mərhələləri var, hansı inkişaf formaları var desək, müəllimlər, var onun sensor təcrübəsi, var onun sensor tərbiyəsi, var onun sensor mədəniyyəti və sensor etalonu. İndi gəlin hər birini həm situasiya ilə öyrənək, həm də faktoloji olaraq da öyrənək. Çünki daha çox mən üstünlük verirəm həmişə situativ formada mövzunu mənimsəməyə və lori sadə dildə onu elə mənimsəyəndə o bizim yaddaşımızdan bir ömür çıxmır. Amma elmi cümlə günün bu günündə mənim özümün belə yaddaşıma hopmur. Çünki o qədər açar söz deyirik deyə o artıq beyində də tələb edir ki, artıq öyrənmisən bu açar sözü, indi onun ardında gətir. İndi müəllimlər, sensor təcrübə 0-2 yaşı əhatə edir və sensor təcrübə bir növ əyani əməli təfəkkürlə çox bənzəyir. Əyani əməli təfəkkür nədir desəz, biz bilirik ki, təfəkkürün özünün 3 dənə növü var. Var əyani əməli təfəkkür, var əyani obrazlı təfəkkür, var məntiqi sözlü təfəkkür. Əyani əməli təfəkkürdə daha çox öz aktivliyini göstərir. Elə bu 0-3, yəni uşaq doğulduğu dönəmdən 3 yaşa qədər olan dönəm üçün əyani əməli təfəkkür də çox önəmlidir. Hətta belə sizə bir şey deyim ki, sabah testdə desək ki, 1 yaşdan 6 yaşa qədər olan, yəni məktəbə qədər dönəm üçün ən önəmli təfəkkür növü, ən belə uşağın həyatında rol oynayan təfəkkür növü hansıdır? Bilin ki, əyani əməlidir. Çünki daha çox uşaqlar bu dönəmdə kiçik motorikası olsun, yapması, quraşdırması, aplikasiyası, rəsmi, hamısı birbaşa olaraq uşağın nəyini formalaşdırır? Əyani əməli fəaliyyətlərini, yəni əyani əməli təfəkkürünü formalaşdırır. Ona görə 1-6 yaş dönəmin üçün elə ən əsas təfəkkür növlərindən biri əyani əməli təfəkkürdür. Deyə bilərsiniz, bəs ay müəllim, əyani obrazlı təfəkkür 3-4 yaşda, məntiqi sözlü təfəkkür 5-7 yaşda, o ayrıdır. Amma o demək deyil ki, artıq 3-4 yaşından sonra uşaq əyani əməli fəaliyyət göstərmir və yaxud 5-7 yaşında uşaq əyani fəaliyyət göstərmir. Niyə göstərmir ki? Göstərir. Sadəcə hər yaş dövrünün özünün xüsusiyyəti var, ona görə biz belə qruplaşdırırıq. Amma yadınızda qalsın ki, sabah testdə desə ki, 1-6 yaş dönəmi üçün ən aktiv təfəkkür növü hansıdır? Əyani əməli təfəkkürdür. Və indi bizim bu sensor təcrübə dönəmi də, 0-2 yaş dönəmi də bizim o əyani əməli təfəkkürlə çox bənzəyir. Amma sensor təcrübə, belə deyək,
testlərdə necə tapacağıq sensor təcrübəni? Uşağın hiss orqanları vasitəsilə təcrübələr toplamasıdır. Təcrübə nə deməkdir? Təcrübə kəşf eləmək deməkdir. Yəni, mən neynirəm? Duyğu üzvlərim vasitəsilə kəşf edirəm, tanıyıram, qoxluyuram, qavrayıram və onun əsasında da ətraf aləmi dərk edirəm. Deməli, sensor təcrübə səslərə nəzarət edin. Frəngiz müəllimə, səsiniz açıqdır. Sensor təcrübə daha çox nəyə aid olacaq? Daha çox hiss məlumatlarının, görmənin, eşitmənin, toxunmanın, qoxunun və dadın əsasında formalaşan təsəvvürlərin toplamıdır sensor təcrübə. Və bu da Frəngiz müəllimə, səsə nəzarət edin. Və buna da 0-2 yaş dönəmində biz deyirik sensor təcrübə. Və həmçinin bu sensor təcrübə dönəmi tək oyun dönəminə düşür. Tək oyun dönəmi. Tək oyun dönəmində xüsusiyyətlərin yəqin ki, aranızda bizim qrupun müəllimləri bilməmiş olmaz. Nələr idi tək oyun dönəminin xüsusiyyətləri? Uşağın manipulyasiyası. Zəhra müəllimə, səsə nəzarət edin. Uşağın manipulyasiya ilə öyrənməsi, ətraf aləmi kəşf etməsi, əlinə bir, məsəl üçün, necə deyək, bir tüklü oyuncağı alırdı və hiss edirdi ki, bu tüklüdür. Və yaxud əlinə bir isti əşyanı alırdı və hiss edirdi ki, bu istidir. Yəni, tək oyun dönəmində öyrəndiyimiz hər bir şey sensor təcrübə dönəmi ilə də bir-birini tamamlayır. Bundan əlavə olaraq da, burada əsas məqamlardan biri budur ki, burada uşaqlara heç bir metodik dəstək olmadan, heç bir inkişaf yönümlü təlim proqramı olmadan uşaq mühitdə özü üçün gəzir, tanıyır, duyur, qavrayır. Buna deyilir uşağın təcrübə toplaması. Bunun üçün müəllimə müxtəlif materialları ortamda qoya bilər ki, məsəl üçün yundur, ipəkdir, yumşaqdır, bərkdir, soyuqdur, istidir. Uşaq sadəcə bunların sayəsində neynəsin? Təcrübələr əldə etsin. Yəni, qalan başqa bir metodik dəstək, başqa bir köməklik olmur. Sadəcə uşaq özü ətraf aləmdə gəzərək, toxunaraq, hiss edərək qavrayır, təcrübələr əldə edir. Yəni, uşaq duyğu orqanları vasitəsilə duyğu orqanlarını işə salaraq müəyyən əşya xüsusiyyəti haqqında təcrübələr toplayır. Sensor təcrübədə istifadə olunan psixi proseslər duyğu və qavrayışın vəhdətidir. Yəni, duyğu ilə qavrayış birləşərək sensor təcrübəni yaradır. Yəni, uşaq duyğu və qavrama nəticəsində əldə etdiyi məlumata nə deyildi? Sensor təcrübə deyildi. Təbii ki, bu dönəmdə hissi hərəki fəaliyyətin də, yəni hiss etmənin, toxunma kimi bizim psixi proseslərimizin də inkişafının əsas göstəriciləridir. Məsələn, testdə deyə bilər ki, sensor təcrübə dönəmində daddır, qoxudur, görmədir, bunlar formalaşır, amma toxunma psixi prosesi sensor təcrübə dönəmində yoxdur deyə bilər. Cavab yanlışdır. Çünki sensor təcrübədə birbaşa olaraq kiçik motorik bacarıqların öz rolu var. Yəni, biz kiçik motorikamız olmasa toxuna bilərikmi? Əlbəttə ki, xeyr. Əvvəlcə mən toxunmalıyam ki, onu qavrayım. Yəni, toxunmasam qavraya bilmərəm. Ona görə də hissi hərəki fəaliyyət mütləq olmalıdır. Hissi sözü yalnız və yalnız körpələr qrupuna aiddir. Orta qrupda, böyük qrupda, məktəbə hazırlıq qrupunda heç zaman hissi sözü yoxdur. Hissi sözü ilə hərəkət sözü birləşəndə nəyi yaradır? Hissi sözü ilə hərəkət sözü birləşəndə nəyi yaradacaq müəllimlər? Əlbəttə ki, yaradacaq birbaşa olaraq hissi hərəki dönəmi və sensor təcrübəni. Buradan da belə bir şey ortaya çıxır ki, sensor təcrübə əyani əməli fəaliyyətlə bənzəyir. Amma eynidirmi? Əlbəttə ki, xeyr, eyni deyil. Çünki onların eyni dönəmə təsadüf eləməsi onları bənzədir, amma əslində fərqli bir şeylərdir. Məsəl üçün, necə fərqləri var? Sensor təcrübəni topladıqdan sonra əyani əməli fəaliyyət başlayır. Mən birinci olaraq təcrübəni toplayıram. Məsəl üçün, bir topdur. Topa əlimi vururam. Bu topa əlimi vurdum. Təcrübəni topladım ki, top yumşaqdır və elastikdir. Daha sonra mən indi əyani əməli fəaliyyətə keçid edirəm. Topu atıram. Topu attım mı? Deməli, birinci mən topla təcrübəni əldə edib, topun nə olduğunu qavrayıb, ondan sonra topu attım. Avtomatik deməli birinci sensor təcrübə, sonra isə əyani əməli fəaliyyət özünü göstərəcək. Yəni, əyani əməlidə
daha çox nə var? Əldə etdiyimiz məlumatın nəticəsində uşaq nə edir? Praktik bir fəaliyyətə başlayır və uşaq orada artıq fiziki bir fəaliyyət göstərir. Qazanılmış sensor məlumatları məqsədyönlü şəkildə istifadə edir. Uşaqlar başlayır nə etməyə? Hansısa bir məhsulu ortaya çıxarmağa, ev tikməyə, plastilindən nəsə hazırlamağa. Yəni bu formada, yəni bir növ uşağın motor koordinasiyasından əyani əməlinin birləşməsi uşaqda belə deyək, sensor təcrübə ilə praktik fəaliyyətlərin birləşməsi nəticəsində əyani əməli təfəkkür özünü göstərdi. Əyani əməli fəaliyyət ortaya çıxdı. Çünki quraşdırma fəaliyyətinin xüsusilə əyani əməli fəaliyyət adlandırırıq. Çünki orada birbaşa olaraq praktika var. Ona görə də biz ona nə deyirik? Ona görə də biz ona deyirik əyani əməli praktik fəaliyyət. Və bizim sensor təcrübə dönəmində əsas məqamlardan biri də budur ki, sensor təcrübə dönəmində uşaqlarımız daha çox belə deyək də, məsəl üçün biz fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyin 3-cü standartı var idi. Hansı ki orada demişdik reaksiya verir. Məsəl üçün elementar təhlükəsizlik qaydalarına reaksiya verir. Uşaq əşyaya toxunur, ona toxunduqdan sonra əgər istidirsə, nə edəcək? Reaksiya verəcək. Əlini dərhal oradan çəkəcək. Niyə görə əlini çəkəcək? Çünki artıq təcrübəsini topladı ki, bu istidir və ona toxunmaq olmaz. Deməli, sensor təcrübəni qısalaşdırsaq, nələr yer alacaq burada? Burada daha çox uşağın ətraf mühitdən aldığı hiss məlumatlarının, görmənin, eşitmənin, toxunmanın, qoxunun əsasında formalaşan təsəvvürlərin toplamına deyilir sensor təcrübə. Və burada duyğu ilə qavrama çox önəmlidir. Sensor təcrübənin əsasında uşaqda əyani əməli təfəkkür formalaşır və əyani əməli təfəkkür vasitəsilə də uşaqlar artıq praktik fəaliyyətə başlamış olur. Məsəl üçün, nümunə olaraq baxın, əşyalarla manipulyasiya, oyuncaq blokları yığmaq, suyu bir qabdan o birinə tökmək, muncuqları saplamaq, qavrama, əşyanın formasını, rəngini, ölçüsünü, çətisini hiss etmək, duyğu, toxunma, görmə, eşitmə, dad və qoxu hissləri ilə məlumat toplamaq hamısı aid olacaqdır nəyə? Sensor təcrübə dönəminə. Hətta sizə belə bir də nümunə deyim. Məsəl üçün, uşaq müxtəlif materiallardan, yumşaqdır, çobuddur və yaxud istidir, bərkdir, hazırlanmış əşyalara toxunaraq hiss edir və onları fərqləndirir. Bu artıq sensor təcrübənin nümunəsidir ki, uşaq artıq burada sensor təcrübəyə yiyələnir. Və yaxud uşaq təbiət gəzintisinə çıxır və təbiət gəzintisində müxtəlif toxunuş, qoxu və səsləri hiss edir və bunları ətraf mühitlə əlaqələndirməyə başlayır. Deməli, yenə sensor təcrübədir. Sensor təcrübədə müəllimənin yalnız belə bir köməyi oldu ki, ortama uşağın toxunaraq qavraması üçün şərait yaradacaq materialları qoyur. Uşaq isə həmin materiallar əsasında özü ətraf mühiti təcrübələri vasitəsilə dərk edir. Yəni, sensor təcrübə təcrübədir. Uşağın təcrübə dönəminə təsadüf edən bir dönəmdir və 0-2 yaşı əhatə edəcək və onun əsasında da əyani əməli təfəkkür formalaşacaq. Və sensor tərbiyə. Sensor tərbiyə, burada bir adı üstündə nə var müəllimlər? Tərbiyə var. Tərbiyə odur ki, kimsə uşağa tərbiyəni verir da, düzdürmü? Nadir hallarda insan özünü tərbiyələndirir. Əksər hallarda tərbiyəni uşağa kimsə ötürür. Və tərbiyəçi uşağa tərbiyə verir. Yəni, bir uşaq özünə tərbiyə oluna bilərmi? Əlbəttə ki, xeyr. Çünki o körpədir. Hələ onun 2-3 yaşı var. Hələ uşağın tam o təfəkkürü inkişaf eləməyib. Çünki bilirsiniz, təfəkkür hansı yaş qrupundan sonra inkişaf edir? Orta qrupdan sonra inkişaf edir. Deməli, sensor tərbiyədə də əsas məqam nədir? Tərbiyələndirəcək bir şəxs olsun. Kim olsun? Müəllim olsun, evdə valideyn olsun. Əsas odur, kimsə o tərbiyəni o uşağa qazandırsın. Artıq sensor təcrübədən fərqli olaraq burada nə olacaq? Burada bir metodik yanaşma var. Burada bir inkişaf yönümlü yanaşma var. Burada bir strukturlaşmış model var. Yəni, burada artıq tərbiyəçinin bir üslubu var, tərbiyəçinin pedaqoji bir ustalığı var, müəllimənin konstruktiv qabiliyyəti var. Məsələn, uşaq sensor təcrübədə özü ətraf mühiti xarakterizə edirdisə, sensor tərbiyədə müəllimə onu tanıdır, müəllimə öyrədir, müəllimə təlim fəaliyyətini təşkil edir. Yəni, burada artıq bir müəllimənin rolu var. Məsələn, sensor tərbiyə məşğələsi, sensor təcrübə üçün deyil.
elə sensor tərbiyə üçündür. Nələr edirik burada? Uşağın qavrayışını daha da yaxşı inkişaf etdiririk. Məsəl üçün, rəngi, formanı fərqləndirməyi uşağa öyrədirik. Motor inkişafını daha da gücləndiririk. Uşaqda düzgün əzələ koordinasiyasını formalaşdırırıq, düzgün duyğusal inkişafını formalaşdırırıq və s. və ilahır sensor tərbiyə vasitəsilə biz uşaqlara rəngləri ayırd etmə məşqlərini etdiririk. Qulaqla səsin mənbəyini, səs hardan gəlir, səncə səs çox uzaqdadır, yoxsa yaxındadır? Yəni, bir növ artıq burada müəllimənin fəaliyyəti uşaqla bircə özünü göstərmiş olur. Çünki tərbiyə 2-3 yaş dönəmində kimsə tərəfindən veriləcək bir şeydir. Bizim uşaqlarımız hələ körpə olduğu üçün bu tərbiyəçinin üzərinə düşəcək bir məqamdır. Növbəti anlayışımız sensor tərbiyə də aid bir dənə nümunə deyim ki, məsəl üçün sabah deyəcək ki, tərbiyəçi uşaqlara rənglər, formalar, ölçülər haqqında biliklər öyrədir və bu bilikləri uşaqların hiss etmə qabiliyyətini əsaslandırır. Baxın, tərbiyəçi kim? Tərbiyəçi deməli artıq burada nə var? Sensor tərbiyə var. Çünki tərbiyəni kim verdi? Tərbiyəçi verdi. Amma bayaq dediyim nümunədə sensor təcrübədə necə idi? Dedim ki, uşaq müxtəlif materiallara toxunur və həmin materialların toxunma nəticəsində hiss edir və onları fərqləndirir. Bu artıq sensor təcrübə idi, çünki uşaq tək başına şəkildə bunu edirdi. Amma tərbiyədə artıq tərbiyəçinin rolu özünü göstərmiş oldu. Bir də var sensor mədəniyyət. Sensor mədəniyyət artıq 4-5 yaşdır. Burada isə bir adından da məlumdur. Nə var? Mədəniyyət var. Yəni, mədəniyyət nədir? Mədəniyyət o deməkdir ki, burada bir incəsənətin xarakteristikası var. Yəni, sensor mədəniyyətdə uşaq musiqini duyur, rəngi, zövqü artıq fərqləndirir. Artıq uşaqda rəng zövqü formalaşır. Məsələn, uşaq artıq hansı geyim qəşəng qalırsa əynində, tələb edir ki, ana, mən bunu geyinmək istəyirəm. Mən bugün bu paltarla bağçaya getmək istəyirəm. Mənim qrup müəlliməm, tutaq ki, deyirəm, Zəhra müəllimə çox qəşəng qoxur. O artıq pisi yaxşıdan seçməyi bacarır. Yəni, sensor mədəniyyət adından da məlumdur. Uşaq artıq yaxşını pisdən, gözəli çirkindən, o yaxşı qoxunu pis qoxudan ayırd etməyi, yaxşı yeməyi pis yeməkdən ayırd etməyi, yeməyin pis yaxşısı yoxdur əlbəttə ki, amma yenə də, məsəl üçün, bir də görürsünüz, uşaq deyir ki, mən bunu yemirəm. Mən filan şeyi yemirəm, mən filan şeyi istəyirəm. Bu artıq uşaqda nəyin göstəricisidir? Sensor mədəniyyətin. Artıq uşaq hər şeyi fərqləndirməyi bacarır. Və buna görə də artıq biz burada nə deyirik? Artıq uşaq bilir ki, müəlliməsi bugün qəmgindirsə, dünən şad idisə, artıq onu fərqləndirməyə bacarır. Artıq müəllimləri arasındakı fərqi görməyə başlayır. Məsəl üçün, bir qrupda 2 müəllimə varsa, uşaq deyir ki, mən Zəhra müəlliməni daha çox sevirəm. Deyirsən, niyə görə daha çox sevirsən? Deyir, o daha şəndir, daha gümrahdır, o bizlə daha çox oynayır və yaxud Zəhra müəllimə çox gözəl qoxur, onun iyisi çox gözəldir. Artıq uşaqda nə yaranıb? Sensor mədəniyyət yaranıb və bunun sayəsində uşaq artıq yaxşı ilə pisi fərqləndirməyi bacarır. Hətta bir oyuncaq dükanına gedən zaman uşaq orada oyuncağın belə ən gözəlini seçir. Deyir, mən bu oyuncağı istəyirəm. Baxın, bunların hamısı artıq uşaqda sensor mədəniyyətin göstəricisidir. Yəni, uşaq yalnız hiss etmir, həm də bu hissləri mədəni bir çərçivədə tətbiq etməyi də bacarır. Məsələn, rəngləri tanımaqla yanaşı, rənglərin uyğunluğunu bilir, musiqi səsini fərqləndirməklə yanaşı, onun xoş və yaxud xoşuna gəlmədiyini artıq qiymətləndirə bilir və sensor mədəniyyət anlayışını məktəbə qədər təhsilin metodikasına bizim tanınmış yanaşmacılarımızdan Maria Montessori gətirmişdir. Montessori sistemində sensor mədəniyyət hiss orqanlarını məşq etdirmə, əşyaların xüsusiyyətlərini artıq dəqiq formada ayırd etmə və bu qabiliyyəti gündəlik həyatda istifadə etməyi öyrətmək deməkdir. Bu da sensor mədəniyyət. Növbəti anlayışımız sensor etalondur və bu sensor etalon da müəllimlər artıq uşaq əyani obrazlı təfəkkürlə sanki sensor etalon da bənzəyir. İndi onun da fərqini deyəcəm və bir-biri ilə sanki eyni anlayışlardır. Məsəl üçün, testdə baxırsınız, sensor etalonu tapırsınızsa, deməli, əyani obrazlı təfəkkürü tapırsınız və yaxud da tam əksi. Əyani obrazlını tapırsınızsa, sensor etalonu tapırsınız.
sensor etalonda əyani obrazlı təfəkkürü tapa bilərsən. Burada artıq uşaqda formanın da, rəngində, həcmin də uşaq tərəfindən öz baxış bucağı ilə təyin edə bilməsi var. Məsələn, bilir ki, artıq mən bir neçə əlamətə görə əşyanı seçməyi bacarmalıyam. Məsəl üçün deyirsən ki, oval formasındadır, sarı rəngdədir, dadı turşdu, avtomatik uşaq deyir ki, bu limondur. Niyə görə? Çünki artıq onda sensor etalon var. Bəs etalon nə deməkdir, müəllimlər? Yəqin ki, bir çox hallarda eşitmisiniz. Etalon deyirlər, etalonlaşmış bir söhbətdir. Yəni etalon hamı tərəfindən qəbul olunan bir standart. Məsəl üçün, hamı tərəfindən qəbul olunan standart deyəndə bizim rəng etalonlarımız var ki, biz artıq bilirik ki, məsəl üçün deyirəm, bizim bayrağımızın 3 rəngi var. Bu artıq bizim üçün bir etalondur ki, hamı tərəfindən qəbul olunur ki, bayrağın 3 dənə rəngi var. İndi bu sensor etalonda uşaqların bir növ artıq etalon qəbul etdiyi, artıq görməsə də, dadmasa da, toxunmasa da, onu beynində zehinsel olaraq canlandırmasıdır. Yəni, beyində onu canlandırırsa, əyani obrazlı təfəkkürün əsasında. Deməli, uşaqda artıq nə var? Sensor etalon var. Amma, birinci hansı formalaşır desəz, birinci sensor etalon formalaşmalıdır ki, uşaqda. Sensor etalon formalaşmalıdır ki, uşaqda. Ondan sonra artıq əyani obrazlı təfəkkür işə düşsün. Yəni, uşaq bilməlidir ki, bizim hansı rənglərimiz var, bizim ölçü vahidlərimiz nələrdir, bizim forma deyəndə hansı formalar var, qoxu göstəricisi deyəndə hansılardır və artıq mən onun adını deyən kimi avtomatik uşaq beynində onu yaradıb və deməlidir ki, məsəl üçün, mən deyəndə ki, dadı turşdu, rəngi sarıdır, oval formasındadır, avtomatik cavab verir ki, müəllimə, bu limondur. Niyə görə? Çünki artıq onda etalon var. Deməli, onda etalon uşaqda standart anlayışların formalaşmasıdır. Standart anlayışların. Yəni, uşaq artıq onu beynində bir standart kimi formalaşdırıb. Artıq uşaqda, belə deyək, forma, ölçü, rəng, etalonu özünü göstərəcək. Bu belə. Yəni, təfəkkürün növləri sensor inkişafın üzərində qurulub. Əgər sensor inkişaf uşaqda getməsə, onda uşaqda belə deyək, təfəkkürün növləri də formalaşmaz. Sensor etalona da aid belə bir nümunə deyə bilərəm ki, mən sizə uşaq verilmiş standartlara uyğun olaraq müəyyən rəng və formaları seçir. Artıq rəng və formaları seçirsə, məsəl üçün deyirəm ki, göy uçbucaqları bir yana yığ, qırmızı dairələri bir yana yığ. Artıq uşaq onları qruplaşdırmağı bacarırsa, deməli artıq uşaqda nə var? Sensor etalon var. Bu da belə. Zaporojye tərəfindən də elmə gətirilib, 5-6 yaşda sensor etalon özünü göstərir. Bu bizim sensor inkişafımız, müəllimlər. Ümid edirəm ki, aydındır. Yenə də sualınız varsa verin, sensor inkişafla bağlı. Varmı sualınız? Salam müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir müəllimə, buyurun. Müəllimə, zəhmət olmasa sensor mədəniyyətlə bir də sensor etalonu bir də onu fərqləndirən xüsusiyyət. Sensor mədəniyyət, müəllimə, mədəniyyətdir. Uşaq burada, məsəl üçün, sensor mədəniyyətdə fərqləndirəcəkdir. Yəni, dəyərləndirəcəkdir. Bir növ tənqidi yanaşacaqdır. Tənqidi yanaşmaq. Yəni, tənqidi yanaşmaq nə deməkdir? Mən ağzımdan söz çıxaranda o sözü bişirib çıxarıram da, məsəl üçün. Bilirəm ki, bunu demək olar ya olmaz. Və yaxud, bugün mənim yanımdan 2 insan əgər, məsəl üçün, addımlayırsa, mən onların qoxusuna görə fərqləndirirəmsə, deməli artıq məndə sensor mədəniyyət var. Çünki mən onların artıq hansının gözəl, hansının isə pis qoxduğunu neynədim? Fərqləndirməyi bacardım. Yəni, sensor mədəniyyətdə mən artıq rəngi tanımaqla yanaşı, rənglərin uyğunluğunu da başa düşürəm. Mən artıq musiqinin səsini fərqləndirməklə yanaşı, hansı musiqi zövqlüdür, hansı musiqi zövqsüzdür, onu fərqləndirməyi bacarıram. Hansı yemək daha dadlıdır, hansı yemək isə daha dadsızdır, onu fərqləndirməyi bacarıram. Yəni, uşaq artıq burada neyniyir? Artıq uşaq burada hiss orqanlarını məşq etdirərək ayırt edir. Amma sensor etalonda isə beyin, əsas beyindir. Yəni, beynində artıq onu standart formada qəbul edir və avtomatik siz ona sual verən kimi onun beynində canlanır və sizə cavabını verir. Məsəl üçün, uşaqlar, üçbucaqlar necə idi? Üçbucaq necə fiqurdur?
onun neçə hissədən ibarət? Avtomatik artıq üçbucaq fiqur kimi onun beynində formalaşıb deyir, onun 3 dənə bucağı var. Və yaxud deyirəm ki, Ayxan, qırmızı rəngdə olan üçbucaqları bir tərəfə yığ. Yaşıl rəngdə olan dördbucaqları bir tərəfə yığ. Artıq uşaqda nə var? Qruplaşdırmaq bacarığı var. Artıq mən ona demirəm, ha, qırmızı rəng necə olur, yaşıl rəng necə olur, üçbucaq necə olur, kvadrat necə olur demirəm. Sadəcə bir dənə deyirəm ki, onları bir tərəfə yığ, bu birisiləri isə bir tərəfə yığ. Artıq uşaq nə edir? Etalona əsasən, o beynindəki qəlibləşmiş standartlara əsasən onları ayrı-ayrı qruplaşdırmağı bacarır. Aydın oldu mu müəllimə? Bəli, müəllimə, çox sağ olun, təşəkkür edirəm. Müəllimə, axşamınız xeyir olsun. Üzr istəyirəm. Yəni bu sensor etalon biz deyəndə hafizəyə istinad edirik də. Hafizə yox, təfəkkür. Hafizə yox. Yəni Yəni obrazı təfəkkür. Yadımıza salırıq. Yəni bilgilərimizə əsasən. Etalon müəllimə, hafizə belə deyək də, onsuz da birinci növbədə bizim diqqətimiz olmalıdır psixi proseslərdən. Biz diqqət edirik. Diqqət əsasında o hafizəyə formalaşır. Hafizənin əsasında da beyində təfəkkürdə o qalıblaşır. Yəni bir-biri ilə əlaqəlidir. Sadəcə olaraq sensor etalonda biz daha çox nə edirik? Onu beynimizdə artıq obraz formasında canlandırırıq. Adicə mən sizə deyəndə günəş avtomatik beyninizin içərisində sanki o günəşin şəkli görsənir, yaranır obraz formada. Baxın, o artıq əyani obrazlı təfəkkürdür. Birinci etalon, siz tanış olursunuz. Tanış olduqdan sonra onu təfəkkürünüzə yığırsınız. Təfəkkürünüzə yığandan sonra mən artıq sizə müvafiq sualı verdiyim zaman siz artıq o müvafiq suala uyğun olaraq beyninizdə onu canlandırıb mənə cavabını verirsiniz ki, o nədir, bu nədir? Artıq onu belə deyək, neynədiniz? Ayırt etdiniz. Aydın oldu müəllimə? Bir də mədəniyyətlər öz fikrini qoyur ortaya. Mən də ilk dəfə qulaq asdım. Çox sağ olun, minnətdaram, gözəl izahdır. Bir də mədəniyyətdə uşaq özündən nəsə qatdı da, öz fikrini orada, yəni ki, etalonla bir yerdə fikrini də bildirir. Bəli, mədəniyyətdə artıq məsəl üçün uşaq deyir ki, nə yaxşıdır, nə pisdir, nə gözəldir. Faktdan danışır, yəni budur, 3 bucağı var. Artıq standartlaşmış da, qəlibləşmiş, artıq uşağın beynində o qəlibləşib və ona əsasən ona artıq fikirlərini ifadə edə bilir. Müəllimə, olar bir sual verib. Aha, səslərə nəzarət edin. Müəllimə, o rəng etalonu var, kəmiyyət etalonu var. Bunlar biz nədən adi eləyək? Rəng etalonu, kəmiyyət etalonu. Kəmiyyət ölçüdür da, müəllimə. Rəng etalonu deyəndə bilməlisiniz ki, rəngləri artıq uşaq fərqləndirir ki, bu hansı rəngdir, o hansı rəngdir. Artıq siz deyəndə ki, məsəl üçün, qırmızı rəngdə olan əşyaları beyninizdə canlandırın. Uşaq avtomatik, məsəl üçün, qırmızı alma, bilir ki, almanın rəngi qırmızı olur, narın rəngi qırmızı olur. Onu beynində yaradırsa, deməli, bu artıq uşaqda rəng etalonu var. Sarı rəngdə meyvələr deyəndə artıq uşaq onun beynində canlandırırsa ki, sarı rəngdə heyvadır, sarı rəngdə limondur. Məsəl üçün, bu artıq uşaqda rəng etalonunun göstəricisidir. Aydın oldu mu bu formada? Aydın oldu, müəllimə. Deyil. Siz bayaq dediniz ki, sensor təcrübə ilə yəni əməli təfəkkür oxşarlığı var. Biz bunu fərqləndirəndə uşağın yaş xüsusiyyəti ilə fərqləndirə bilərik. Deyirik ki, məsələn, sensor təcrübə körpə uşaqlarda baş verir. Yəni əməli təfəkkür isə... Yəni əməli təfəkkür elə körpələrdədir daha çox. Hə? Bəli. Məsəl üçün, sensor təcrübə 0-2 yaşdır, yəni əməli təfəkkürdə daha çox 1-3 yaş üçün götürürük və onlar bir-birini tamamlayır. Birinci növbədə uşaq təcrübə edir, həmin təcrübənin əsasında da yəni əməli fəaliyyət göstərə bilir. Yəni, təcrübə olmasa, yəni əməli fəaliyyət göstərə bilməz. Elə bilin ki, bir topu əlinizə almadan siz top ata bilərsiniz. Əlbəttə ki, yox. Əvvəlcə o topu alırsınız əlinizə, baxırsınız görəsən bu nə işə yarayır? Ağzımıza aparırıq. Adicə özümüzdən götürək də. Məsəl üçün, günün bu günündə bir xaricdən bir meyvə gətirsinlər Azərbaycana. Mən hələ onu tanış deyiləm. O mənə tanış deyil. Neyniyəcəm? Birinci təcrübə toplayacam. Görün, bu ağzıma aparacam, sonra qoxlayacam, sonra bir yaxşı-yaxşı incələyəcəm. Görün, bu nə işə yarayır? Ay, sağ olun, müəllim. Elə belə bir fikir formalaşdı məndə ki, baxın, o dedizə xaricdən gələn meyvə, uşaq 5 yaşı var, amma meyvəni gördükdə tutaq ki, fərqi yox. Tutaq ki, avokado görməyib.
İndi bu toxundu ona təcrübə elədi, düzdür? Testdə də bizə Bəli. veriblər. Axı məni çaşdıracaq o ki, bu sensor təcrübəçisi 0-2 yaşda, amma uşağın 4 yaşı var. Belə bir şey verə bilərlər, yoxsa Yo, onu elə verməzlər. İndi mən nümunə olsun deyə dedim. Siz getdiniz hara hə çıxdınız? 0-2 isə Müəllimə, Siz getdiniz hara bu bizə şeyə də oxşuyur da. Valideyndə var. Validofon, bəli, Tanışlıq, Hə, bəli. təcrübə, Bəli. tanışlıq, ondan da müxtəlif anlayışlar. Müxtəlif Müəllimə getdi gör anlayış, hara 4 təcrübə, yaşında. bəli. Ay müəllimə yox. deyirsiniz ki, çox xırdalığa gəlsə məndə doğrudan siz dediniz ki, mən elə sizə sual verəcəydim ki, testdə bizə Hə, belə bir yox, şey ay versə. müəllimə, elə bir şey Biz Müəllimə, o- ona qalsa, onda biz bu yaşımızda da, yəni 40 Bəli. yaşında, 50 yaşında nəyisə ilk dəfə görürük, o demək deyir ki, yəni əməlidir. Bəli, Yəni bəli. hər Yo, şeyi yo, biz yo. ilk dəfə görə bilərik, 100 yaşında da görə bilərik. Bəli, 100 yaşında indi Aydındır, məsəl müəllimə, üçün elə çox sağ olun, nənələrimiz təşəkkür var ki, edirəm. telefonu indi görürsüz, sağ olun. Telefonu indi görür, elə baxır, orasını qurtdalayır, burasını nənəm demiş, orasına əl vurur, burasını barmaqlayır, görəsən bu nə işə yarayır. Müəllimə tamam sözünə başqa bir şey. baxaraq deyirəm, elə deyil də. Məsəl üçün müəllim axı bayaq qeyd elədi ki, əyanə əməli təfəkkür sonrakı mərhələdə də davam eləyir. Hə, Bəli, ona davam görə mən eləyir. bu sualı Yox, verdim. davam Yoxsa eləyir, amma hələ ki, bu birinci təcrübə olmalıdır ki, yəni əməli fəaliyyət olsun da. Mən dediyim kimi meyvəni əlimə alıb onu o tərəf bu tərəf etməsəm, onu bir yoxlamasam, qoxlamasam, dadmasam, ondan sonra mən ondan artıq nə fəaliyyət göstərəcəmsə göstərəcəm də. Məsəl üçün adicə uşaqdır, birinci dəfədir gəlib 1 yaşı var qrup otağına və siz onun qarşısına kubları filan tökürsüz. Uşaq birinci nə edir? Kubu aparır ağzına. Manipulyasiya edir. Yoxlayır görəsən bunun dadı nədir, tamı nədir, bu nə işə yarayır? Birinci bunu təcrübə edir. Sonra artıq görür ki, yox bu yeməli deyil, bu içməli deyil, bunun qoxusu yoxdur, tamı yoxdur. Ondan sonra başlayır kubları bir-birinə vurmağa, artıq əməli bir fəaliyyətdir. Sonra kubun üstünə qoymağa çalışır. Deməli artıq təcrübənin nəticəsində o fəaliyyətə keçid edə bildi. Da təcrübə olmasaydı fəaliyyətə keçid edə bilməzdi. Aydın oldu mu? Bu belə. İndi gəlin səriştələrə də bir nəzər yetirək müəllimlər. Səriştə nədir? Səriştə bilik, bacarıq, vərdiş və dəyər. Bunlar ümumilikdə nə adlanır? Səriştə adlanır. Bilik bildiyiniz kimi aldığımız informasiyadır. Yəni mən birinci nə edirəm? Məlumatı alıram. Baxın indi mən sizə məlumat verirəm. Siz o məlumatı aldınız. Həmin məlumatın əsasında bilik əldə edirsiniz. Daha sonra quizdəmi, indi PDF testlər formasındamı onu işləyirsiniz, tətbiq edirsiniz, bacarığa çevirirsiniz. Daha sonra o bacarığı artıq hər dəfə o testi edə sizdə nə formalaşır? Avtomatlaşmış rejimdə vərdiş formalaşır. Və vərdişin də üstünə gəl bir orada yanaşmanız olur. Özünüzün yanaşmanız, özünüzün dəyəriniz ora qatılırsa, baxın buna deyirik artıq nə? Buna deyirik biz artıq səriştə. Yəni səriştə məsəl üçün aldığınız informasiyanı avtomatlaşmış hərəkət qurğusuna çevirdiksə vərdiş oldu mu? Üzərinə gəl, biraz da ona yanaşma və dəyər də artırırıq, bu da olur səriştə. Hər bir müəllimə, hər bir uşaq bilikli ola bilər, bacarıqlı da ola bilər. Amma hər kəs səriştəli ola bilməz. Çünki səriştə kompleksdir və səriştəni sadəcə məktəbə hazırlıq qrupunda formalaşdırmırıq. Onun bir bünövrəsi var, bir fundamenti var. Biz onu aşağı yaş qruplarından o təməllərini ata məktəbə hazırlıqda uşağı səriştəli bir uşaq kimi yetişdirmiş oluruq. Yəni, baxın, götürək, elə indi hal-hazırda yeni işə qəbul olan müəllimələri götürək. Ola bilər ki, indi məsəl üçün sertifikasiya imtahanına hazırlaşan müəllimələrdən onlar bilikli olsun. Tutaq ki, deyirəm, indi onlar sizdən sertifikasiyaya hazırlaşan müəllimlərdən biliklidir. Yəni güvənirlər özlərinə ki, biz metodikanı belə bilirik, biz psixologiyanı belə bilirik, biz pedaqogikanı sökürük, yığırıq. Yəni bizim qarşımızda kimsə dayana bilməz. Amma gəl metodikaya bax. Gəl indi onun bir işdə metodikasını yoxla görüm. Bu məqsəd çıxarmağı bacaracaqmı? Bu uşaqlara metodikaları verməyi bacaracaqmı? Deməli, bilikli olmaq o demək deyil ki, səriştəlisən. Bilikli olmaq sadəcə səndə məlumatın olması deməkdir. Lazımdır bizə səriştəli olmaq. Səriştəli müəllimlər hal-hazırda işləyən, illərini bu sahəyə verən müəllimələr, indi yeni işə qəbul olan müəllimələrdən daha səriştəlidir. Yəni, səriştə daha çox insandan nə tələb edir? Zaman tələb edir, vaxt tələb edir ki, sən bu zaman ərzində, vaxt ərzində o səriştəni, o təcrübəni... Bir də təcrübə tələb edir.
Bəli, təcrübə tələb edir ki, sən onu bir zaman ərzində qazanasan, ondan sonra artıq sənə mən deyim ki, səriştəli müəllimə. Artıq bu müəlliməyə mən hardan desəm ki, müəllimə bu bayram tədbirini necə hazırlamaq lazımdır? Ay müəllimə, bu ekskursiyanı necə təşkil edirsiniz? Müəllimə, məqsəd çıxaranda nəyə diqqət yetirməliyik? Məqsədi çıxardırsınız da. İndi nəzəri başqa şeydir, praktika həqiqətən tamam başqa bir şeydir. Ona görə də səriştəli olmaq bizdə tamamilə bir bilik, bacarıq, vərdiş və dəyərimiz, özümüzün ora qatdığımız o dəyərimiz, o yanaşmamızı tələb edir ki, onda deyirəm, hə, bu artıq kompleks bir müəllimədir və səriştəli müəllimədir. İndi uşaq da belədir. Hər bilikli uşağa demək olmaz ki, sən səriştəlisən, hər bacarıqlı uşağa da demək olmaz ki, sən səriştəlisən. Yəni, səriştəli olmaq üçün bir təcrübə tələb olunur. Təcrübəni də biz zamanla yavaş-yavaş, edə-edə, öyrənə-öyrənə. Təbii ki, səriştəli müəllimə də birdən-birə səriştəli olmur. Onu illər səriştəli edir. İndi bizim yeni qəbul olan müəllimələrimiz də işləyə, onlar da artıq bir 5 ildən sonra, 10 ildən sonra elə müəllimə var, çox bacarıqlıdır. 1 ildən sonra belə artıq öz sözünü deyə bilir. Səriştə budur. Yəni, qısaca səriştə müəllimədən kompleksliyi uşaqda formalaşdırmağı tələb edir ki, uşaq tam bir kompleks formada şəxsiyyət kimi yetişsin. Və səriştələr təsnifat olaraq təfəkkür, fəaliyyət və dəyərlər kateqoriyasına ayrılır. İndi baxaq görək, bunun əsas fərqi nədir? Yəni, nəyə görə biz təfəkkür kateqoriyasında bu səriştələri, fəaliyyət kateqoriyasında bu səriştələri, dəyərlərdə isə digər səriştələri bilməliyik. Başlayaq birinci növbədə yaradıcılıq, təfəkkürün yaradıcılıq, kreativlik səriştəsindən. Müəllimlər, yaradıcılıq nə deməkdir? Yaradıcılıq özünü estetik yaradıcı inkişaf sahəsində göstərir. Özünü yaradıcı təfəkkürdə özünü göstərir. Əşyalardan qeyri-adi istifadədə özünü göstərir. Yəni, fərqli formada əşyanı istifadə eləyirsə, ora bir orijinallıq qatırsa, məsəl üçün, mənim bir dənə qəşəng bir qələmim var idi. Qələmim sınıb, qələmimin qabı sınıb. Mən o qələm qabını qəşəng bir şəkildə bəzəyirəm, düzüyürəm və ondan yenidən istifadə edirəm. Və yaxud bir güldan. Evdə indi bir çoxumuzda ola bilər ki, güldanımızda görürsən ki, hər hansısa bir yerində bir çat yaranıb. Həmin çatı qəşəng bir şəkildə naxışlarla bəzəyə bilərəm. Ora bir gözəllik, estetika qata bilərəm. Baxın, bunların özü də nə azlanacaq? Yaradıcı təfəkkür. Yəni, burada müəllimə uşaqda kiçik yaşlardan, hansı ki biz təsviri fəaliyyət məşğələsinin qolları ki var, məsəl üçün rəsm, yapma, quraşdırma filan, onları biz həmçinin uşağı kiçik motorikasını inkişaf etdirməklə bərabər, uşaqda yaradıcılığın da inkişafına şərait yaratmış oluruq. Bu da yaradıcılıq səriştəsidir. Yəni, bir növ yaradıcılıq bizim daha çox alternativ fikirlərimiz, əşyalardan qeyri-adi formada istifadə etməyimiz, təxəyyül psixi prosesimiz, məsəl üçün, nağıl etmə işi sonunda nağılın sonunu proqnozlaşdırmaq deyirdik. Baxın, onun özü yaradıcılıqdır. Əqli hücum işi sonunda demişdik, uşaqlardan nə toplayırıq? Müxtəlif fərziyyələr topluyurduq. Səbəb nə idi? Hətta demişdik orada ki, uşaqlara deyirdik, ay uşaqlar, bəs başqa nə hazırlamaq olar? Başqa nə etmək olar? Başqa nə deyə bilərsiniz? Bunların hamısı nə idi? Yaradıcı təfəkkürü aktivləşdirmək idi. Deməli, onda yaradıcı təfəkkür daha çox uşaqlardan nə tələb edir? Sərbəst düşünmə bacarığını, qeyri-adi formada əşyalardan istifadə etmək bacarığını. Bunlar hamısı özünü göstərəcək yaradıcı təfəkkürdə. Digər təfəkkür səriştə növümüz tənqidi təfəkkürdür. Tənqidi təfəkkür harada özünü göstərirdi, ay müəllimlər? Daha çox özünü göstərirdi bizim müzakirə işi sonunda. Hansı ki, müzakirədə biz nə edirdik? Müzakirə işi sonunda biz problemi təhlil edərək qərar qəbul edirik. Baxın, təhlil deyirəm. Təhlil nə deməkdir? Təhlil dəyərləndirmək deməkdir. Təhlil yaxşını pisdən seçmək deməkdir. Nəyi desəm, nəyi danışsam daha doğru olar, daha düzgün olar deməkdir. Deməli, onda tənqidi təfəkkürdə mən nə edəcəm? Mən tənqidi təfəkkürdə birbaşa olaraq hakimə aid olan sözlərdən istifadə edəcəm. Hansı ki, məşğələnin dərk etmə mərhələsində dediyimiz sözlərdən istifadə edəcəyik. Hansı sözlər idi onlar? Axtarmaq, araşdırmaq,
sübut etmək, fakt gətirmək, inandırıcı nitq nümayiş etdirmək, replikalardan, müdafiələrdən, mühakimələrdən, o cümlədən bütün fərqləndirmələrdən, əlaqələndirmələrdən istifadə edərək məsələyə tənqidi yanaşmaq. Burada qısa formada verilib, müəllimlər, görürsünüz özünüzdə. Məsəl üçün, yazılıb bildiyi və yeni informasiya arasında eyniliyi və fərqləri müəyyənləşdirir. Yəni, tənqidi təfəkkür, sadə dildə açar sözü bir kəlmə deyəsi olsam deyərəm ki, tənqidi təfəkkür yaxşını pisdən, pisi yaxşıdan seçmək bacarığıdır. Bu da özünü göstərəcək tənqidi təfəkkürdə. Adətən uşaqlarda özünü dəyərləndirmək 4-5 yaşdan başlayır. Artıq yoldaş dəyərləndirməsi, yoldaşına qarşı tənqidi yanaşmaq, digər insanlara qarşı tənqidi yanaşmaq isə 5-6 yaş qrupundan sonra özünü göstərəcək. Və tənqidi təfəkkürdə müzakirə iş üsulunda daha çox özünü göstərir. Deyə bilərsiniz, bəs problem həll etmədə də var idi müəllimə. Bəli, problem həll etmənin özündə də uşaqlar neynir? Problemin həll yolunu tapmaq üçün düşüncələrini tənqidi formada təhlil edərək, dəyərləndirərək ən yaxşı yolu seçməyə çalışırlar. Növbəti səriştəmiz problem həll etmədir. Problem həlli ilə, burada müəllimlər, problem həll etmək üçün biz uşağın qarşısına ən azından aşağı yaş qruplarından müəyyən qədər bir problemlər qoymalıyıq. Məsəl üçün, deyirəm ki, hal-hazırda mən dərsə daxil olmuşam və dərsə daxil olmazdan qabaq, üzr istəyirəm, övladıma deyirəm ki, mənim karandaşlarım yoxdur. Mən dərsə girən zaman yazı yazmalıyam. Uşaq avtomatik düşünür ki, görəsən mən necə kömək edə bilərəm ki, mən anamın problemini necə həll edə bilərəm ki, o dərsdə narazı olmasın, dərsini effektiv formada təşkil edə bilsin. Artıq uşaq neynir? Yavaş-yavaş onun mən bünövrəsini aşağıdan qoya-qoya gəlirəm ki, uşaq artıq gələcəkdə də problem həll etməni bacara bilsin. Və yaxud ən çox bizim müsahibə mərhələsində müəllimlərə sual verilir ki, bəs müəllimə, proyektor yoxdur və yaxud qrupa gəlmişsiniz, amma qrupda maddi texniki baza yoxdur, neyniyərsiniz? Baxın, bu sualların hamısı niyə görə verilir müəlliməyə? Görün, müəllimənin problem həll etmə səriştəsi varmı, qabiliyyəti varmı? Müəllimə sabah birisi gün bu kimi hallarla qarşılaşarsa, o problemin öhdəsindən gələ biləcəkmi? Aydın olurmu? Yəni, problem həll etmə, bir növ problem həll etmə uşaqda artıq biz onu aşağı yaş qrupundan etibarən formalaşdırmalıyıq. Bu da belə, bu da problem həll etmə. Bir də var, qərar qəbul etmə. Qərar qəbul etmə isə nədir? Burada müəllimlər, məsələn, mən uşağa seçim verirəm. Seçim. Hansını geyinmək istəyirsən, hansı yeməyi yemək istəyirsən, hansı ayaqqabını almaq istəyirsən, hansı kitab oxumaq istəyirsən, hansı sənət sahibi olmaq istəyirsən, kimlə evlənmək istəyirsən. Artıq baxın, bunlar uşaqda qərar qəbul etməni formalaşdırır. Amma mən ona kiçik yaşlarından desəm ki, hansı ki mənim bir qarşılaşmışdım belə bir hadisə ilə, həmin qız hal-hazırda da çox ciddi problemlərlə yaşayır. Yəni, qərar qəbul edə bilmir. Bilmir, onu seçsin, yoxsa bunu seçsin. Çünki valideyn o qədər ona əmirlə yanaşıb ki, bunu geyinməlisən, bunu yeməlisən. Mən deyirəmsə, bu doğrudur, sən bunu etməlisən. Şəklində onu o şəkildə yetişdirib deyə, artıq o insan böyüdüyü zamanda elə düşünür ki, mənim yerimə onsuz da kimsə qərar verəcək də, yəni mənim qərar qəbul etməyim boşunadır. Onda deməli qərar qəbul etmə səriştəsini ən çox pozan amil nədir? Əmir vermək. Bunu yeməlisən, bunu içməlisən, bunu geyinməlisən. Amma biz uşaqlara aşağı yaş qruplarından etibarən seçim haqqını tanısaq, adicə bir stəkan belə olsa, 2 dənə eyni stəkan belə olsa, uşaqdan soruşmaq lazımdır. Hansında çay içmək istəyirsən? Hansında yemək yemək istəyirsən, bəlkə bu paltarı geyinmək istəyirsən. Yəni, uşaq artıq öz qərarını özü verməlidir ki, gələcəkdə də hər hansısa bir ciddi problemlə qarşılaşmasın. Qərar qəbul etmə ona görə çox önəmlidir. Növbəti səriştəmiz müstəqil öyrənmədir. Müstəqil öyrənmədə, müəllimlər, müstəqil öyrənmək üçün uşaqlara biz şərait yaratmalıyıq. Yəni, uşaq müstəqil öyrənməyi, sərbəst öyrənməyi bacarmalıdır. Adicə sizə belə bir şey deyim. Bizim müstəqil öyrənməklə bağlı Piaget ilə Montessori nəzəriyyələrini bilirsiniz. Onlar daha çox müstəqilliyə, sərbəstliyə önəm verirdilər.
və müstəqil öyrənmə səriştəsi ilə birbaşa olaraq Montessori'nin adı ilə bağlı idi və hal-hazırda da dünyada ən çox yayılan sistemlərdən biri ilə Montessori yanaşmasıdır ki, bir çox Bakıda olsun, rayonlarda olsun, görürsünüz ki, Montessori adında bağçalar var, tam olaraq Montessori tipli bağçalar fəaliyyət göstərir. Çünki niyə görə? Hal-hazırki dövrdə valideynlərin çox böyük problemi nədir? Uşağın 5 yaşı var, uşaq corabını çıxara bilmir. Uşağın 5 yaşı var, uşaq ayaqqabısını soyuna bilmir. Uşağın 5 yaşı var, uşaq əynindəki paltarı deyir, anam çıxarmalıdır. Uşağın artıq 6-7 yaşı var hətta. Uşaq deyir ki, mənə yeməyi anam yedizdirməlidir. Hətta bunu yuxarı yaş qruplarında deyən uşaqlar belə var. Buna səbəb nədir? Buna səbəb müstəqil öyrənmə səriştəsinin uşaqlarda aşağı yaş qruplarından formalaşmamasıdır. Yəni uşaq o qədər anam etsin, atam etsin, nənəm etsin, babam eləsin, babam yedizdirsin, babam geyindirsin, nənəm eləsin deyə nənəsi, babası, anası, atası tərəfindən ərköyün böyüdülüb deyə artıq o uşaqlarda müstəqil öyrənmə deyə bir şey, sərbəstlik, müstəqillik deyə bir şey yoxdur. Bir adicə başından papağı belə çıxarıb yerə atır. Niyə görə? Çünki biz onu aşağı yaş qruplarından onlarda aşılamamışıq. Adicə müstəqil öyrənməni belə bir şey deyim. Mən sizə 100 dəfə deməklə deyil, mən sizə onu bir dəfə tətbiq elətdirsəm, siz onu bacaracaqsınız. Hal-hazırda cəmiyyətimizdə ən böyük problem budur ki, müəllimə belə, bağça müəlliməsi belə valideynə deyir ki, evdə də imkan verin, uşaq özü soyunsun. Valideyn deyir, yox, o hələ özünü dərk eləmir. Niyə dərk eləmir? Elə gözəl də dərk eləyir ki, özünü. Müəllimə deyir ki, qoy ayaqqabısını özü geyinsin. Valideyn deyir, yox, mənim övladım özü geyinməyəcək, mən geyindirəcəm. Sanki bir ego, bir təkəbbür özünü göstərir, amma gələcəkdə başa düşmür ki, bu ona hansı, necə deyərlər, mənfi nüanslarla geri qayıdacaq. Ona görə müstəqil öyrənmə səriştəsi də çox önəmlidir ki, adicə yemək bişirmək, qab yumaq, aşağı yaş qrupunda 2-3 yaşındakı Finlandiyada, Çində, Yaponiyada uşaqlara qablar yuduzdurulur. Öz yediyini, öz içdiyini uşaq özü yığışdırır stoldan, masadan. Niyə görə? Uşaq artıq müstəqilliyi öyrənsin. Bir dəfə o qabı salacaq, 2 dəfə salacaq, 3 dəfə salacaq, amma sonunda öyrənəcək. Bir də var ki, mən deyim ki, bax bunu belə eləmək lazımdır, bunu belə eləmək lazımdır. Onunla uşaqda heç nə formalaşmayacaq. Ən azından imkan yaratmalıyıq ki, uşaq özü soyunsun, özü geyinsin, özü yesin, özünün belə deyək, çarəsinə, özünün qeydinə qalmağı bacarsın. Ona görə düşünürəm ki, Montessori çox gözəl bir sistemin əsasını qoyub gedib ki, indiki valideynlər üçün də biz onları maarifləndirməliyik ki, bizim uşaqlarımız gələcək üçün də passivləşməsin, tənbəlləşməsin. Yəni yediyi, içdiyi elə orada qalsın, o öz keyfində olsun. Bunlar hamısı birbaşa olaraq müstəqil öyrənmə səriştəsinin uşaqda olmamasından yaranır. Bu bizim təfəkkür kateqoriyamız. İndi gəlin keçək fəaliyyət kateqoriyamıza. Fəaliyyət kateqoriyasında ünsiyyət var. Ünsiyyət nədir? Kommunikasiyadır. Ünsiyyət hansı iş üsulundadır? Müzakirədədir. Ünsiyyət hansı iş formasındadır? Kollektivdədir. Ünsiyyət hansı yanaşmadadır? Emiliyadadır, Vygotsky'dədir. Sosiallıq çünki onlardaydı. Onda deməli müəllimlər, adicə belə bir şey deyim. Baxın, təfəkkür kateqoriyasına aid olan səriştələr daha çox Montessori'də özünü göstərdiyi halda, fəaliyyət kateqoriyasında olan ünsiyyət və əməkdaşlıq isə daha çox özünü Emiliya yanaşmasında göstərəcək. Hansı ki, ünsiyyət artıq biz uşaqlarda onu da kiçik yaşlarından etibarən bir-birinizdən əməkdaşlığa, ünsiyyətə marağı formalaşdırmalıyıq. Ünsiyyət etiketlərinə riayət etməlidir. Məsəl üçün, yaş qrupları üzrə biz deyirdik, salam, sağ ol, sözlərindən istifadə, buyurun, xoş gəlmisiniz kimi uşaqlarda artıq o ünsiyyət etiketlərini formalaşdırmağımız vacibdir. Növbəti bizim deməli fəaliyyət kateqoriyasından səriştəmiz əməkdaşlıqdır. Əməkdaşlıq da bilirsiniz, bizim ən çox sosial emosional inkişaf sahəsində Emiliya və Vygotsky yanaşmalarında özünü göstərən bir məqamdır və əməkdaşlıq ən çox elə cütlər iş formasında, qruplar iş formasında, kollektiv iş formasında özünü göstərən bir səriştədir və uşaqlar kollektivlə işləməyə bacarmaqla belə deyək, bir həm məsuliyyət hissinə yiyələnir, həm də kollektiv fəaliyyətdə iştirak qaydalarına da bələd olmuş olur. Növbəti səriştəmiz rəqəmsal savadlılıqdır. Rəqəmsal savadlılıq da nədir? Uşaq artıq İKT-ni, yəni
artıq yenilikləri tanıyır, fərqləndirir, artıq yeni məsəl üçün belə deyək də, bilir ki, kompüter nədir, bilir ki, laptop nədir, bilir ki, telefon nədir və onları fərqləndirir. Bu da belə, bu rəqəmsal savadlılıqda özünü göstərir. Yəni İKT bacarığı, yəni bu gün planşet, telefon, kompüter deyirik və bağçada da baxırıq. Üzr istəyirəm. Ağır məşğələ olduğu zaman istifadə edə biləcəyimiz bir şeydir ki, həftədə 3 dəfə kompüter günü olmalıdır və gündə 30 dəqiqə uşaqlar televizora baxmalıdır ki, onlarda belə deyək, rəqəmsal savadlılıq özünü göstərsin. Bir də müəllimlər, məsəl üçün bu gün uşaqlara rəngləri öyrətmək istəyirsinizsə, bunu kompüterdə oyunlarla vermək olmaz. Əvvəlcə biz həmin rəngləri, həmin anlayış uşağa öyrədirik, daha sonra onu kompüterdə oyun formatında verə bilərik ki, artıq onu möhkəmləndirsin. Yəni biliyi biz veririk, möhkəmləndirməni isə kompüter vasitəsilə uşaqlarda formalaşdıra bilərik. Bu da belə. Sonra növbəti bizim səriştəmiz informasiya savadlılığıdır. Harda məlumat, harda xəbər, hər eşitdiyinə inanır. Deməli, informasiyası uşağın yoxdur. Yəni, məlumatlı deyil uşaq. İnformasiya savadlılığında uşaq hər artıq eşitdiyinə inanmayacaq. Artıq uşaqda müəyyən bir biliklər formalaşacaq. Artıq onun dəqiqliyini yoxlayacaqdır. Görəsən bu informasiya dəqiqdir, düzdür, yoxsa deyil. Yəni bu formada uşaqda informasiya savadlılığını da formalaşdırmış oluruq. Maliyyə savadlılığı isə uşaqların pulla, xərclə, qənaətlə tanış olması, yəni pul savadlılığıdır. Uşaq bilsin ki, 50 manat nədir? Məsələn, uşağa deyirsən ki, sən o əlindəki 50 manatı mənə ver, mən sənə 5 dənə 20 qəpik verim. O da elə bilir ki, o 5 dənə 20 qəpik 50 manatdan daha çoxdur. Deməli, uşaqda maliyyə savadlılığı yoxdur. Çünki pulla tanış deyil. Bu bizim fəaliyyət kateqoriyamız. Bir də var dəyərlər. Dəyərlər isə müəllimlər, məsəl üçün, burada birinci növbədə milli kimliyin dərki və iftixar hissi gəlir. Milli kimliyin dərki və iftixar hissi uşaq bilməlidir ki, vətən nədir, gerb nədir, bayraq nədir. Yəni, həm kimliyini dərk elə, həm də kimliyinlə qürur duy, onu hiss elə, fəxr hissini daşı. Məsəl üçün, qürur sözünün digər adı da iftixar deməkdir da. Deməli, cümlədə qürur varsa, iftixar varsa, bu bizim milli kimliyin dərki və iftixar hissinə aid olacaq. Fəal vətəndaşlıq mövqeyi isə burada artıq uşaq bilməlidir ki, mən harda yaşayıram. Bircə dəqiqə müəllimlər. Uşaq bilməlidir ki, mən harda yaşayıram, paytaxtımız haradır, yaşadığımız rayon paytaxtdan nə qədər uzaqdır. Məsəl üçün, elə uşaq var, sual verirsən ki, paytaxtın haradır, deyir, paytaxtımız Göyçaydır. Yəni, yaşadığı yeri sanki elə bilir ki, Azərbaycanın paytaxtıdır. Bunu biz aradan qaldırmalıyıq. Uşaq bilməlidir ki, Azərbaycanın paytaxtı Bakıdır. Yəni, bu formada uşaqda fəal vətəndaşlıq mövqeyini formalaşdırmalıyıq və uşaq yaşadığı rayonun nəyi ilə tanındığını da bilməlidir. Məsəl üçün, mən Şəkidə yaşayıramsa, bilməliyəm ki, Şəkidə halva, Şəkinin halvası, Şəkinin pitisi daha məşhurdur. Göyçayda yaşayıramsa, Göyçayın narını bilməliyəm. Qubada yaşayıramsa, Qubanın almasını bilməliyəm. Yəni, bu formada mən artıq fəal vətəndaş mövqeyinə yiyələnməliyəm. Şəxsi sosial məsuliyyət var. Bu elə bilin ki, əmək vərdişləridir. Yəni, şəxsi sosial məsuliyyət bir davranışdır. Məsuliyyət nədir? Öhdəlik. Yəni, uşağın öhdəliyi nədir? Tapşırıqlarını yerinə yetirmək, müəllimənin sözünə qulaq asmaq, otağını təmiz saxlamaq, oyuncağı ilə oynadıqdan sonra onları yığışdırmaq, toplamaq. Baxın, bunlar hamısı nədir? Uşağın öz öhdəliyidir və şəxsi sosial məsuliyyətidir. Şəxsi məsuliyyət uşağın öz məsuliyyətidir. Sosial məsuliyyəti isə bizim məsuliyyətimizdir. Yəni, uşaqlar öz məsəl üçün, məsuliyyəti qrup otağını təmiz saxlamaqdır. Bu, onun öz məsuliyyətidir da, belə deyək. Məsəl üçün, oyuncaqlarla oynadısa, artıq onu yerinə yığmalıdır. Bu, onun özünün məsuliyyəti. Bir də var, sosial məsuliyyət. Məsəl üçün, özünə xidmət edirsə, bu öz məsuliyyətidir. Amma bir də var, məişət təsərrüfat əməyi ilə məşğul olur. Məişət təsərrüfat əməyi artıq onun sosial məsuliyyətidir.
Bu belə. Daha sonra demokratiya insan hüquqlarına hörmət var. Burada da demokratiya insan hüquqlarına hörmət uşaq hüquqlarını bilməlidir. Bu nədir? Uşaqların oynamaq hüququ var, normal təlim şəraitlə təmin olunmaq hüququ var, psixoloqdan, loqopeddən dəstək almaq hüququ var və uşaqların bağçada bir növ təlim fəaliyyəti ilə, cuşələrdə sərbəst fəaliyyət göstərmək hüququ var. Yəni uşaq artıq bu hüquqlarını biz ona belə deyək, kiçik yaşlarından başa sala-sala artıq məktəbə hazırlıq qrupunda bu uşaqda formalaşmalıdır və artıq uşaq digər insanların da hüquqlarını müdafiə etməlidir. Yəni məsəl üçün mən məktəbə hazırlıq qrupundayam, orta qrupun uşağı digər bir uşağı döyürsə, vurursa, mən onun da qarşısını almağı bacarmalıyam, çünki məndə insan hüquqlarına hörmət səriştəsi var. Bir də son olaraq mədəni müxtəlifliyə hörmət səriştəsi var. Mədəni müxtəlifliyə hörmət səriştəsi isə çox sadədir. Belə ki, özündə dünyəvilik prinsipini, 4.3 əsas standartının tələblərini və uşaqlara qərəzsizlik prinsipinin əsaslarını, təlimdə bərabər imkanları qorumağı tələb edir. Yəni mən qrupumda rusdur, gürcüdür, qırğızdır, tatardır və yaxud xristiyandır, heç bir fərq qoymadan uşaqların hər birinə eyni yanaşmalıyam. Eyni tərzdə onlarla rəftar etməliyəm. Baxın, bu da aid olacaq nəyə? Bu da aid olacaq mədəni müxtəlifliyə hörmət səriştəsinə. Yəni mən qrupumdakı bütün uşaqlarla qərəzsizlik, etik davranış prinsipini əsas götürərək qarışıq prinsiplərdən təlimdə bərabər imkanları, standartlardan 4.3-ü əsas götürməklə uşaqlarda mədəni müxtəlifliyə hörmət səriştəsini formalaşdırmalıyam. Bu da bizim səriştələrimiz, müəllimlər. Sualınız varsa verə bilərsiniz. Müəllimə 5-ci günü